Hə, köhnələr, özü də yeyib içən köhnələr ha. Mən indi sizə bir dənə məhsul göstərəcəm. O məhsulu heç o marketlərin saralmış vitrinlərində o qaralmış balıqların arasında axtarmayın. Bu tam başqa bir şeydir. Yəni bu premium bir məhsuldur, başa düşürsüz? Bunu ancaq zənglə, qəlbdən qəlbə gətirib çatdırırlar sizə. İndi keçək o məhsula. Bax bu xüsusi, bax belə hələ hissə verilmiş farel. Buna baxın, yəni bunun rənginə baxın bir dənə. Yəni özünüz görürsünüz də, yəni nədir də bu da. Bir dənə bax bu farelə baxın. Bir dənə bunun bax bu yağlılığına baxın. Yəni bunlar hamısı isti hissə verilmişdi. Başa düşdünüz də, горячий копченый. Bu hissə verilmiş deyəsən mən belə başa düşürəm ki, toyuq sinəsidir. Baxın, yəni iyi bir söz nədir? Bir dənə iyi gəlir buradan dəhşət. Bu pivə sevənlər üçün ceriklar. Yəni deyirəm, o qaralmışlardan dögür ha, marketdə gördüklər bizdən. Bax bu isti hissə verilmiş skumbriya. Buna baxın. Bax bu bilirsiniz nədir? Yəni bu premoy glukozadır da, glukoza. Buna baxın. Görün necə yəni pişib hissə verilib. Bax bu nədir belə? Bu boğazlardır deyəsən. Mən belə başa düşürəm, toyuq boğazları. Bu da ki bildirçinlər. Yəni bu bildirçinə baxın. Yəni o deyirəm, o marketdə belə qaralmışlar olur, qapqara. Yəni özünüz başa düşürsünüz də onların hamısını jıtki dım vururlar çoxsuna. Buna baxın, görün nədir. Yəni fantastik bir şeydir də. Bu da ki bax hissə verilmiş farel. Bəh. Buna baxın. Görün nədir. Bir dənə buna baxın bu məhsula. Yəni bu məhsul deyə mən sizə deyirəm. Buna baxın. Buna fikir verin. Baxın, görün necə məhsuldur. Bu da ki, bax hələ belə marinad olunmuş skumbriya. Bir dənə kartofu çatmır da yanında da, başa düşdünüz də. Kartof. Bu marina olunmuşdu ya, yəni. Baxın, gör nədir, buna baxın. Yəni dəhşət şeylərdir də. Baxın. Göz haqqınızı halalayın, dözə bilmədim. Bax, bunların bu qırmızı fareli. Deyiləsi şey deyir. Bu bax, bu skumbriya. Görürsünüz? Bir dənə şey var, çatmır da o da. İndi gedim evə, düşürəm canına. Bu bayaq göstərdim sizə ya, bu isti hissə verilmiş skumbriya. Yəni bilirsiniz nədir bu? Bu delikatesdir. Yəni belə şey yoxdur dükanlarda. Bu mənim sevimli bildirçinim. Baxın. Yağlılığına baxın. Fantastik bir şey. Hissə verilmiş farel. Bunu görürsünüz. Baxın. Yəni buna fikir verin. Görün bax o dükanda satılanları görmüsünüz, bax bu cür nə olsun. Baxın buna baxın bir dənə. Fantastika. Не отходи от кассы. Kuru fareldi. Buna bakın. Görürsünüz. Bak bu isti hissə verilmişdi ya. Birinci dəfədir ki, mən neysə dözə bilmirəm də evə çatıb. Başa düşürsünüz?
Fantastika. Mən toyuq qanadlarını sevənəm. Baxın, yəni bu qapqara deyil, o qartdımış. Bir dənə toyuq qanadını fikir verin. Necə qəşəng pişib. Ha? Əla. Bütün bu gözəl məhsulları, bu jelliklar da var ha, burada pivə içənlər üçün. Bunların hamısını satan mənim bir yaxın dostumdur. Sənətkardır. Bu işin həvəskarıdır. Yəni örgənib, əziyyət çəkib öz üzərində, işləyib öz üzərində. Zəng eləyin ona, getirsin sizə çatdırsın. Başa düşdünüz? Yəni marketdə belə mal axtarmayın. Marketdə belə şey ola bilməz. Çünki bu əl işidir, əl işi. Başa düşdünüz? Buna handmade deyirlər də. Xüsusi, yəni sifarişlə hazırlanan, belə deyək də, bir az adam üçün hazırlanan məhsullardır bunlar. Nömrəsini qoyuram, müraciət eləyin, alın, sizə nuş olsun. Qəlbdən qəlbə.